Bunu başlattık. Bunu başlattık. Şimdi gəl şey baxaq. Uşaqlar, yavaş-yavaş suallarını deyin. Mən də yavaş-yavaş başlayaq izaha. Nömrə neçə deyin görüm. Müəllim, 11. bəy, mən bunu izah elədiniz. Mən yenə yazmaya çalışdım, başa düşmədim. Eyvə, Alınmır. baxırıq. Nömrə neçə idi? Tapşırıq neçəyə baxırsınız? Mənə bir də onu deyin. İzah edək. Beş. 5-in izahına baxırıq. Yaxşı. 5-ə qədər heç kim tapşırıq yoxdur ki, onda baxırıq 5-in. Bizə nə istəyir 5? Deyir ki, bəs bunun şəkillərini atmışdınızmı mənə? Bu keçən dəfə izah olmayıb mövzudur. Yəni mən bunu bir dəfə keçmişik də. Bildim. Sonra onu baxaq. 5-də bizə nə istəyir? Deyir ki, belə bir funksiyan var. Funksiyalarda deyir ki, hansı nə təkdir, nə də cüt. Y və A variantı. Y bərabərdir x funksiyası. Demişik ki, nədir? Bu y bərabərdir kx funksiyası təkdir. B variantı. Y bərabərdir x minus 1-in kvadratıdır. Demiş y bərabərdir a kvadratı tipli funksiyalar cütdür. A da etdi, D də etdi. Y Bəli, variantı. müəllim, cavab daha Deyir, nə təkdir, nə cütdür. Nə deyirsən? Nəysə. cavab da çıxdı, müəllim. Nə tək nə cüt istəmir, də cüt axı. Bir dəqiqə. Tutaq ki, D-yə biz cüt dedik. D-nin cüt olduğunu saxlayaq. Əlimizdə nağd olanları çıxaq birinci. Məsələn, Y variantı. Tutaq ki, mən imtahanda bunu D-nin cüt götürdüm. Əlimdə qalır x üstü 7. Dedik ki, təkdir. Sonra y, B, bir dənə B qaldı. B-də də y bərabərdir kök altında x kvadratı minus 1 funksiyasıdır. Dedik ki, bu funksiyada nədir? Kök altında x kimi funksiyası kimi bu da cütdür. Demək, mən əlimdə nağdı kimi çıxartdığım variantlar hansı oldu? Y bu çıxdı, bu çıxdı, kök funksiyası bu çıxdı. Qaldı C ilə D. İndi bax bura. Gəl bu D funksiyasını açaq. D funksiyasını açaq. Böyle D funksiyası bizə nə verir? Onu oradan siləlim. D funksiyası bizə y bərabərdir x kvadratı minus 2x minus 1. Baxın, bu funksiyanın nə tək nə cüt olduğunu izah edəcəm sizə nəyə görə belədir. Bu funksiya əgər cüt funksiya olsa, burada tək dərəcəli bir şey ola bilməz. Amma burada x var. Demək bu cüt deyil. Bu funksiya tək funksiya olsa, burada cüt dərəcəli bir qüvvət ola bilməz. Başa düşdünüz məni? O nə cavab burada dedi? Yəni nə tək götürüb, nə cüt. Aydınmı? İndi aynen. Bəs bu C variantının y bərabərdir C variantına. X modulda x funksiyasının nəyə görə, məsələn, cütdürmü, təkdirmi? Onlardan hansıdır? Bax burada. Bizim şərtimiz nədir? Biz demiş ki, f mənfi x-in üstünə. Əgər fx gəlsən, bu bizim nə olacaq? Mənfi sıfıra bərabərdirsə, bu təkdir deməli. Baxaq görək, bu həqiqətən bizim bu şərti ödəyirmi bu? Y bərabərdir x funksiyasında fx-i yerinə qoysan nə olacaq? Fx buna bərabərdir. Bunun fx-i budur. X modulda x. Amma f mənfi x nə olacaq? Olacaq mənfi x olsun. Bu modulda f mənfi x elə onu müsbət boğmayacaqmı? Elə onu müsbət x kimi yazarsan. Mənfi biri boğdu. Görürsən ki, bu x-i toplayanda sıfıra bərabər oldu. Onda deyirsən ki, bu funksiya tək funksiyaymış. Aydın oldu hamıya? Bəli. Deməli, uşaqlar, bax, bir dəfə də deyirəm. Tək funksiyanın şərti budur. Tək funksiya. F mənfi x və mənfi x-ə. Eyni qayda və yaxud da burada toplayanda gördünüz ki, toplayanda burada buna əslində mənfi fx yazıram. Fx-in toplayanda 0 verir. Bununla bu eyni şeydir. Cüt funksiyanın şərti isə f mənfi x elə fx-ə bərabərdir. Necə ki, y bərabər x kvadratında mənfi 2 qoysan da yerinə yenə 4 verir, müsbət 2 qoysan da yenə 4 verir. Bərabərdirlər bir-birinə. Bunlar cüt tərkib funksiyası xassıdır. Nəysə, 5-dən sonra uşaqlar, bunu sizə salın.
14. 14'e qədər sual. Yoxsa 14'e baxdıq. Nə deyir mənə 14? Deyir ki, aha, kim bu sualı düz yazıb? Mən Konuşuyorlar burada. Aysel diqqətlə qulaq as. Müəllim Nereye 6-ya boş? baxın da. Baxaq. Funksiyalardan hansı tək funksiyalar? Baxaq. Elə indi izah elədik. Şöyle bir baxın. Y variantı 6'da Y olacaq. X modulda X vurucu modul X'in tək olduğunu göstərmədik bayaq. Və 6'da Y olacaq da. Nədir? Hə, eşitmədim. Baxın. Hiç burada. Göstərdik. Baş. Səsin çox uzaqlardan gəlir. Bir də məni qulaq as. Tək funksiyanın şərti nə idi? Demiş ki, 0-da 0 olsun. Bu təkin olmazsa olmaz şərtidir. Ona görə cavab bu da 7, bu da 7, bu da 7 qaldı. Aynən Y. Apaçıq kvadratik funksiya. Bu da 7, cavab Y qaldı. Belə də hesablaya bilərsən. Başa düşdünmü Səvən? Başa düşdüm. Yaxşı. Bir dənə burada protezesiya işləri apar. Baxaq 14-dən. Bizə deməli 14-də nə istəyir? X funksiyası üçün hansı münasibət doğrudur? Nə yazırsan burada Ayşə? yazmamışam. Bax Ayşə. İndi sən mənə kömək edəcəksən 14-də. Deyir ki, fx bərabərdir. X üstü 40. Bismillahirrahmanirrahim. Axara getdi. X üstü 40. Bizə deyir ki, A variantını. Deyir ki, f3 böyükdür f0. Ayşə, səncə bu doğrudurmu? 3 üstü 40. Bu nə deməkdir? 3 üstü 40 böyükdürmü 0 üstü 40-dan? Doğrudurmu səncə bu Ayşə? Bəli. Şurada. Onda A doğrudur. Bizə doğru olmayan lazım. B variantı. Deyir -2, f -2, f -3. İndi -2 üstü 40 kiçikdirmi? -3 üstü 40-dan. Bəli. Şurada. C variantı. Deyir ki, f2 kiçikdir f3-dən. 2 üstü 40, 3 üstü 40-dan kiçikdir məsələn. Bəli. C variantında. F -4 deyir ki, f2. -4 üstü 40 kiçikdirmi 2 üstü 40-dan? Xeyr. Ay sağ ol. -4 üstü 40 elə müsbət 4 üstü 40 deməkdir də. Müsbət 4 üstü 40 necə ola bilər ki, 2 üstü 40-dan kiçik olsun, böyükdür. Yəni doğru olmayacaq yemiş. Deyilmiş daha doğrusu. Başa düşdün? Bəli. Yaxşı. Müştərikini çək. 14-dən sonra eşidirəm. 24. 19. 19'a kadar sual. Hmm. 19'u kim yazdı? Bizim için izah eləyər. Mən düzəltdim. Başqa kim yazmış olar 19'u? Deyin görüm hələ. Mən də yazmışam. Başqa. Olanlar. Yazmayıbsınız 19'u. Gündüz Xudaqulu Rəhman buradasınız. Bəli, müəllim. Bəli, müəllim. Yazmışsınız 19'u. Mən də səhvdir, müəllim. Vay vay. Yaxşı. İndi. Baxın, bizə deyir ki, 19 bizə hə. Deyir ki, fx funksiyası təkdir. Və 0 müsbət sonsuzluqda artandır. Deyir ki, fx ondan böyük olsun. Bax bura. Birinci sinif fikirlərinizi alacağım. Məsələn, birinci Zəhra dediyinə görə birinci Zəhra sənin fikrini alım. Görün 19-u necə əlləmişsən. Sonra axırda mən fikrimi deyəcəm. Buyur Zəhra. Sonra da Ayşənin fikrini Mən alım. Aha. funksiya təkdir və artandır da. Sıfırdan müsbət sonsuz. Məsələn, düşünək ki, bir dənə xətt götürsək, birinci rübdə artan gedirsə, mən belə düşündüm də, əgər F10 düşünsə, ondan böyük olması üçün daha artan bir şey götürməlidir, ondan daha yüksək. Ona görə Aha. Yəni deyirsən ki, ondan müsbət sonsuzluq D variantı. Bəli.
Aysel, sən nə demək istəyirsən? Burada fx tək funksiyadır və Hı -hı. sıfırdan müsbət sonsuzluğa da aralığı. Ortadır, aha. F10-dakı 10-dan Hı müsbət -hı. sonsuzluğa olar. Onların kəsişməsini də 10 müsbət sonsuzluq kimi götürmüşəm. Hı -hı. Bir-birindən gözəl və maraqlı, rəngarəng iki dənə fikir. Mən də belə bir söz demək istəyirəm. Nə qədər də sizin kimi o şey olmasa, maraqlı olmasa da baxın. Y bərabərdir hər hansı bir tək funksiya fikirləşin. Qulağınızı sırğa edin. Tək funksiya görən kimi ağlınıza y bərabərdir x kubu gəlsin. Cüt funksiya deyən kimi ağlınıza x kvadratı. Mən x kubunun qrafikini çəkirəm. Qrafiki necədir bunun belə? Görürəm ki, birinci rübdə 0 müsbət, bu artma deməkdir, bu azalma deməkdir. Ya. Yox, ya da ki, x kvadratı əslində bütün rüblərdə artır. Baxın, y bərabərdir x kvadrat, x kubu funksiyası bütün rüblərdə artır. Çünki bunun törəməsi 3x kvadratıdır. Bu istənilən rübdə artır, həmişə artır. 0 müsbət sonsuzluq aralığında artır. Belə bir aralıq. Burası 0-dan müsbət sonsuza doğru belə artır. F10'un qiyməti var burada. F10 burada bu qiymətə bərabərdir. F10. Bura 10'dur. F10 burada bu qiymətə bərabərdir. A qiymətinə. Mənə deyir ki, indi F10'dan böyük qiymətlər soruşur. Deyir ki, fx böyük olsun F10'dan. İndi mən də deyirəm ki, ay müəllim, əgər bu artan funksiyadırsa və mənim F10'dan böyük qiymət istəyirəm, yəni A-dan böyük qiymət istəyirəm, onda mən 11 götürərəm məsələn. Burada buna olur, gəl buna uyğun gələr. A-nı getirməsəm olar, A-şdırıq. Biraz artıraram, gələr məsələn 12 falan olar, ödəyə. Demək mən nə tapdım? Bu funksiya artan funksiyadırsa, onda mən nə götürəcəm? Ondan müsbət sonsuzluq götürməliyəm ki, mənim cavabım ödənsin. Hamı başa düşdü mü nəyə görə mən burada 10 müsbət sonsuzluq götürdüm? Bəli. 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 Ki qızlar da onu demək istəyirdi. Funksiya artansa, demək mən onun qiymətini biraz artırmalıyam ki, x-in qiyməti artan funksiya nədir? X-in qiymətini artıranda funksiyanın qiyməti də artır. Ona görə mən funksiyanın artmasını istəyirəmsə, yəni x-in 10-dan böyük olmaq istəyirəmsə, f-in 10-dan. Deməli mən x-i artırmalıyam ki, x-in aldığı qiyməti artırmalıyam ki, y-in qiymətləri də artırsın. Ona görə də 10-dan böyük gətirirəm. Sonra əzlərdim. 19-dan sonra kimisi 24 dedi deyəsən. 24-ə qədər sual. 23. Yaxşı. 20 yaxşı. 21 müəllim. Yaxşı. Sevən ədər bunu özün məncə evdə özün sevinə-sevinə həll edə bilərsən. Çünki bu da artıb azalma aiddir, hə? Ha, bəli, eləyərəm. Bax, soruşacağam ha səndən. Yaxşı. Yaxşı. Nömrə necə dediniz? 23? Bəli. Ah, bax, gəldi mənim suallara. 23-ü belə, bizim kim belə könül xoşluğu ilə, belə ürəkdən izah eləyər? Kimdir o? Mən. Sonra? Yaxşı. Zəhra bizim üçün izah edir, biz də hamımız öyrənməyə çalışırıq. Buyur Zəhra. Birini sən öz sevdiyin rəngidir. Müəllim, bu lövhələri olar ki, ağ rəng açasınız. Yaxşı. Ağ açarıq. Siz oxuyun, həvəsli olun, bir şey istəyin. Sevana söz dedi, olar ki, lövhə açmalıyım, başqa şey açırdım. Buyur. Göy mavi rəngli bir şey eləyə bilərsən müəllim. Qələm rəngi. Yaxşı. İyi, sonra. Müəllim, mən götürdüm bunun qrafikini çəkməyə çalışdım. Bilmirəm düzəlmişəm ya. Amma yəni görməyə Bismillahirrahmanirrahim. Nə çalışdım. çəkmisən orada, Allah bilir. Müəllim, bir dənə nə deyirlər, koordinat sistemi çəkək. Mən bunu elə bil ki, deyir ki, 0,6 parçasında ekstremum nöqtələri 1, 3, 5. Yəni bunun x-ləri 1, 3, 5-dir də. Ona da uyğun olaraq 1-ə uyğun 7-dir, 3-ə uyğun 4-dür, 5-ə uyğun da 9-dur. Bu bir dənə bir şey alındı. Onu çəkə bilərsən müəllim. Gör indi burada nə edirəm. Bizə nə deyir ki, sən məndən nə istədin? Birinci 1, 7 nöqtələri qeyd edeyim. Məsələn, bura 1-dirsə, bura olsun 7. Bəli.
Sonra 3'də 4'dür. Bura olsun 3, bura olsun 4. Sonra deyir ki, bir dənə də 5'də 9'dur. Bəli. Yəni funksiyanın qrafiki bu cürdür. Bəli, elə bir şey. Bir də müəllim sonra deyir ki, bu 0,6 idi də. İndi -6-dan -6 olanda düşündüm ki, bu x oxunda bu verilən rəqəmlər mənfisini yazarıq. Yəni ona uyğun olaraq Hı. tək funksiyadır da, hə. Onda y də mənfi olacaq da. -1 qoysam -7 olar, -3 qoysam -4 olar, neçədir bu? -5 qoysam -9 olar. Onda eynisinin əksini qrafikə çəkdim. Çünki nəyə görə? Eee, Tək funksiya demiş ki, uşaqlar, koordinat başlanğıc nəzərə simmetrikdir. Mən də sizə demişəm ki, Bəli. A nöqtəsi əgər x, y nöqtəsidirsə, A iştirik koordinat başlanğıc nəzərə simmetrik olanda bunu koordinat mövzusuna keçərik. -x, -y olur. Yerlərini dəyişir. Burada -1, -7 olur. Sonra zaten. deməli -3, -3, -4 olur. -5-də -9 olur. -5, -9. Aha. Bismillah. Bu necə Onda bir şey oldu? Ha? olur müəllim. Bu buradan bu arada keçməli də. Bu buradan gəlib belə bir şey olur. Çünki oradan keçməli. Belə bir funksiya. Bəli. İndi sonra burada deyir ki, minimum qiymətləri. Düşünürəm ki, bu yuxarıdakı birincinin minimum qiyməti 4-dür. Bununsa minimum qiyməti 2 dənədir də. -9-da -7. Onun qolları bağlı. Nəysə, onların təmini Bax bura. Deməli Zəhra onu demək istəyir ki, bizə bu funksiyanın minimum nöqtəsi bir budur. Bir də bu nöqtəsidir. -7 nöqtəsidir. -9-u -7-ni topladım. Bir də deyir ki, burada minimum nöqtə hansıdır, bir də bu nöqtədir. Burada y neçədir? 4 aldı. Bir də 4. Plus 4. O verir -12. Aydın oldu uşaqlar. Bəli. A variantı, B variantı. Ki sual ola bilər ki, müəllim bizə bir imtahanda bu tipli sual düşərmi? Düşməz. Zəhra çox sağ ol. Sonra 23-dən sonra uşaqlar. 24. 24. O da bunun kimidir. 24'ü kim düzəldir? Yox, 24 başa düşür. Funksiyalar zəif işləmişsiniz, nə olub? Bax hələ. Mən yazmışam müəllim. Sən haradaydın? Gəl bura. 24'ü izah elə bizim üçün. Görə necə yazmışıq. Müəllim birinci mötərizələri açar. Açaram acım deyil. 24'də bu tək funksiyası olarsa şöyle hani hiçbir şey. Biz tək funksiyada cümlələr demişdik axı. O cümlələr nə oldu? Yadınızdan çıxdı. Nə bilim cütlərdə qalmasın, falan filan. Sərbəst əd olmasın. Onlar demişdik axı. Deməli 2 px kvadratı plus pq x gör gündüz açıram. Mən də yadına səhv edə bilərəm. 4px plus 2x plus q plus 4. Buyur. Mən də düz açdım. Sonra müəllim x-i mötərizə xaricdən çıxararıq. O da eləyər pq üstə gəl 4p üstə gəl 2. Birinci 2px kvadratını yazarıq. Sonra x-i mötərizə xaricdən çıxararıq. Sonra sərbəst xətti yazarıq. Yaxşı elə. Bu nə demiş? 2px kvadratı plus x-i çölə çıxartsam, o da pq 4p plus 2 plus q plus 4. Bunu belə deyirsən? Bəli. Ay sağ ol. Sonra Hı. sonra gündüz. Bu güc qüvvət müəllim 0 olmalıdır. P-ni 0 götürərik. Aferin. Cüt Benim qüvvətin sıfır 0 yoxdur. olmalıdır uşaqlar. Çünki demiş ki, təkdə bax, tək funksiyada. Təkdə cüt qüvvət ola bilməz. Sərbəst əd ola bilməz. 2p bərabər olmalıdır 0-a. P bərabər olmalıdır 0-a. Sonra P 0 oldu müəllim.
Q gedər orada. 4P bərabər 4P üstə gəl 2 bərabər 0 olar. Ona niyə Orada elə 0 dedin mənfidir. Gündüz? Ona da 0 deyək. Sən demiş axı sərbəst həddə 0 deməlisən. Q plus 4-ə 0 deməlisən. Mənfi 4 eləyir. Aha. Səndən soruşur P plus Q plus PQ. 0 minus 4 plus 0 mənfi 4 deyil. Bəli. C variantı. Aydın uşaqlar. Bəli. Bəli. Deməli burada 2 dənə qızıl Bəli. söz deyirik. Birincisi nədir? Tək funksiyada cüt qüvvət görə bilməzsən. İkinci qızıl cümlə nədir? Sərbəst hədd olmamalı. Ay müəllim, bunu hardan çıxardırsan? Sərbəst hədd niyə ola bilməz? Bunun nə günahı var? Deyirsən ki, sənin tək funksiyada şərtin nədir? X 0 olanda Y 0 ola olmamalıdır. Bax, məsələn, istənilən bir funksiyada x-in yerinə 0 qoyanda əgər bunun sərbəst həddi varsa, Y heç vaxt 0 ola bilməz. Ona görə deyirsən ki, bu gərək sərbəst həddi olmasın. Ona görə Q plus 4-ə də orada 0 dedib həll edib. Sonra 35. 35'e kadar sual. Yoksa 35'e bakalım. 33. 3-3. Otuz üç nəsil mənim. Ah. Sevana, bax bura. Sən bizə kömək eləyəsən. Bax bizə nə deyir? Sevana, fx cüt, düzdürmü? Bəli. Gx tək. İndi yazdım ki f a. Nə yazdım? F mənfi b yazdım. Təkdir onu, cütdür. Necə yaza bilərəm onu? Cüt funksiya Başa olduğunda düşmədim. onu plus fb yaza bilərəm. Cüt funksiya mənfili boğur. Başa düşdünmü? Hə, Cütün şərti bildim. nə idi? Nə demişdi? Başa düşmədin nədir? Nə oldu bura? Demişdik ki f mənfi a nəyə bərabərdir? F mənfi a. Elə f a-ya bərabərdir. O məntiq. Təkdə nə idi dediyimiz? F mənfi a mənfini çölə ata bilir. Başa düşdün? Bəli. Sonra plus f yazdım. Plus c a yazıram. Bərabərdir 12. F mənfi adır. Sevən onu necə yaza bilərəm? A kimi, F kimi. Gözəl. Çıx fb. J adır. Sevən onu necə yazır bizə? J mənfi adır. Onu necə yaza bilərəm? C A kimi. Nə kimi? C A kimi də. Gözəl insan. Tək funksiyada axı bu. Hı. Necə elə yaza bilərsən? Mənfi c a kimi yazarsan. Başa düşdünmü? Mənfi dediniz axı Tək siz. j mənfi a deyil. Demək tək funksiyadır. Tək funksiyanın şərti nədir? F mənfi a, mənfi f a-ya. Mənfini çölə atır. Başa düşdün? Başa düşdüm. Hı. İndi sən deyirsən ki, müəllim, mən bunları tərəf-tərəfə toplasam, nə olur? Olur 2f a bərabərdir nə? 20-yə. Onda nə olur? F a bərabərdir 10-da. F a Hə, 10-da bizə başa necə düşdüm. başa? Başa düşdüm. Şəklini çəkmə. Çəkdim. Sonra 35. 35. 42. fx bütün ədədlərində təyin olunmuş dövrü 3-ə bərabər olan funksiyadır. F1 bərabər 4 olarsa bunu tapın. Baxın, diqqətlə qulaq asın bu suallara. 35. Dedik ki, fx bütün ədədlərində təyin olunmuş dövrü 3-ə bərabər olan funksiyadır. F1 4-dür. Deyirsən ki, 2-yə bərabərdir 3-dür. F1 4-dür. Niyə qoyduq aslında? Demiş olar. Hə.
Eiffel 104'tür. Dəqiqə gençlər.